İndi isə digər bir istiqamətdə məlumat təqdim etmək istəyirik. Fövqəladə Hallar Nazirliyi Azərbaycanın bəzi ərazilərində gözlənilən küləkli və qeyri-sabit hava ilə əlaqədar olaraq əhaliyə müraciət edib, həmçinin gəmilərə də xəbərdarlıq edilib. Detallar nədən ibarətdir? Zeynəb Nadirovadan eşidəcəyik. Zeynəb, buyur, söz səndədir. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Küləkli hava şəraiti ilə bağlı bir sıra qurumların müraciəti var. Qeyd eləyək ki, həm də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyindən də açıqlama gəldi. Sırf gəmilərə xəbərdarlıq istiqamətində, çünki küləyin sürəti 28 metr/saniyəyə kimi yüksəlib və bu da dənizdə dalğanın hündürlüyünü də artırır. Hətta dənizdə bu külək 30 metr/saniyəyə kimi müşahidə olunur və dalğanın hündürlüyü isə 2,5, 3, hətta 4-5 metrə kimi qalxacaq. Bu istiqamətdə artıq 5 liman da bağlanıb. Dövlət Dəniz və Liman Agentliyinin açıqlamasını isə təbii ki, elə qurumun rəsmisi mətbuat katibi Pərvanə İmanovadan alacaq. Daha sonra isə digər qurumun müraciətini izləyicilərin diqqətinə çatdıracağım. Buyurun, eşidək sizi. Hər vaxtınız xeyir olsun. Sizin də qeyd etdiyiniz kimi dünən axşamdan başlayaraq paytaxt ərazisində küləkli hava şəraiti hökm sürür və küləkli hava ilə bağlı agentliyin gəmi hərəkəti idarə edilməsi mərkəzinin mütəxəssisləri gəmilərə xəbərdarlıq edib. Xəbərdarlığa əsasən Xəzər dəniz akvatoriyasında hazırda müşahidə olunan şimal-qərb şimal küləyi sabaha kimi davam edəcək və küləyin sürətinin açıq dənizdə arabir 30 metr/saniyəyədək yüksələcəyi gözlənilir. Dalğanın isə 4,5 metrə çatacağı proqnozlaşdırılır. Hazırda isə 5 limana giriş-çıxış məhdudiyyəti qoyulub. Qaradağdır, Sanqaçaldır, Dübəndidir, Ələtdir və sahil limanlarıdır və digər limanlar isə açıqdır. Təbii ki, mütəxəssislərimiz küləyin azalma anına qədər məlumat mübadiləsi aparacaq və hərəkətin nizamlanmasını təmin edəcəklər. Təşəkkür edirəm məlumat üçün. Eyni zamanda onu da vurğulayaq ki, Fövqəladə Hallar Nazirliyi də kiçik həcmli gəmilərə müraciət edib dənizə açılmasınlar belə hava şəraitində və eyni zamanda yüksək konstruksiyalı ərazilərdən uzaq durmaq və yanğına səbəb olacaq, belə deyək, hadisələrə səbəb olmasınlar ki, küləkli havada yanğını söndürməkdə təhlükəli hal alır. Bəli, müvafiq qurumlar artıq küləkli hava şəraiti ilə bağlı əhaliyə, gəmilərə müraciət edir ki, bu istiqamətdə hər hansı bir təhlükə yaşanmasın və külək səngidikdən sonra hər şey öz normasında davam eləsin. Biz də elə bu məlumatı öz efirimiz vasitəsilə izləyicilərə ötürməyə çalışdıq. Söz yenidən səndə. Təşəkkürümü bildirirəm Zeynəb məlumatı bizə çatdırdığına görə.